Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə edilən intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. Bildirilir ki, hazırki mövsüm son 56 ilin ən bol sulu yazıdır. Hətta iddialara görə yağıntıların çox olması yay aylarında müşahidə ediləcək ekstremal istilərin əlaməti ola bilər. Yayda istilər rekord həddə çatacaq. Bizim media məlumat verir ki, Qlobalifo azad danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu sualın birmənalı cavabı yoxdur. Ancaq yaz aylarında müşahidə olunan intensiv və davamlı yağıntılar xüsusən də normadan xeyli çox olduqda qarşıdakı yay mövsümündə ekstremal istilərin baş vermə ehtimalını artırır. Bu bir neçə amillə bağlıdır. Belə ki, yağıntılar nəticəsində torpaq və bitki örtüyü daha çox nəm toplayır. Bu nəm yayda buxarlanaraq atmosferə qalxır və rütubəti artırır. Yüksək rütubət isə isti havaların daha çox hiss edilən istilik yaratmasına səbəb olur. Ekoloq əlavə edib ki, yazda artan yağıntılar atmosferdə dövran dəyişikliklərinə işarə ola bilər. Əgər bu dəyişikliklər antisiklonların sabit güləşli və isti hava gətirən hava kütlələrinin üstünlük təşkil etməsinə gətirib çıxararsa, bu vaxt yayda uzun müddətli istilər qeydə alına bilər. Həmçinin iqlim dəyişiklikləri fonunda regionlarda ekstremal hadisələri ya leysan, ya quraqlıq, ya da istilərin sıxlaşması müşahidə edilir. Son illərdə Cənubi Qafqazda da bu meyil güclənib. Yəni bu ilin bol sulu yazının quraq və anormal isti yay üçün zəmin yaratması mümkündür. Ancaq bu 100% zəmanətli bir nəticə deyil. Digər atmosfer və okean axınları da bu prosesə təsir edə bilər.